Doktor, çox məşhur bir diaqnoz var. Revmatizm. Mən uşaq vaxtı revmatizm keçirmişəm. Elədir, belədir, çox eşitmişik. Nədir bu kəskin revmatik qızdırma doktor? Doktor, keskin revmatik kızdırma keçirilən streptokok boğaz enfeksiyası ya da deri enfeksiyası, nadiren de olsa deri enfeksiyasından sonra bedenimiz mikrop bedene girəndə ne olur? Onun antigen dediğimiz xüsusi hissələrini tanıyır, onlara qarşı xüsusi maddeler əmələ gətirir ki, bədəndə proteinler. Bunlar onu gedib yiyib dağıdır, mikrobu öldürür. Öyle de öyle. Doğrudur. Düşünək ki, bu streptokoka qarşı, streptokokun bəzi antigenlərinə qarşı bədənimizin toxumalarda olan antigenlərə oxşarlığı var. Ona qarşı əmələ gələn o antigenə qarşı əmələ gələn antitellər, qoruyucu maddələr bədənimizi yeyib dağıtmağa başlayır. Belə deyək, kobud bir şəkildə. Xəstəlik keçirildikdən boğaz infeksiyasından 10-12 gün, yəni 2 həftə 10 ilə 14 gün arasında təxminən klinika ilə qarşımıza çıxır. Hansı yaş qruplarına daha çox rast gəlirik doktor? Daha çox qarşımıza 5-12 yaş arasında ama bazen 3 yaşa kadar 15 yaş arasında da görülebilir. Ama en çok karşılaştığımız 5-12 yaş arasındadır. Bəs hansı orqanlar daha çox tutulur? Doktor, en çok tutulan organlar yaşa göre değişmekle birlikte ürək, oynaqlar, dəri altı toxuma, qan damarları bu şekilde. Bir de beyinde, yani beyni tutur. Beynin özünde daha çok oradaki bazı nahiyelerde olan qan damarları ve beyni kobud şekilde diyebilirik. Fəsadları nədir doktor bunun? Doktor, ciddi fəsadlara səbəb olabilir. Birincisi keskin dönem fəsadları var, kronik fəsadlar var. Keskin dönemde mesela oynaq ağrıları, en önemlisi ürək. Miyokardit diye bir videomuz var. Yani miyokardit klinikası ile ürək yetmezliği klinikası ile gelir keskin dönemde. Sonra üreğin bütün qatlarını tuttuğu için daxili qatını tutup üreğin daxili hissəsində qapaqlarda destruksiyalara, tamlığın pozulmasına, düğünlərin əmələ gəlməsinə səbəb olabilir. Oynaqlarda ciddi şikəstliyə səbəb olmur. Mesela bəzi revmatoloji xəstəliklər kimi, revmatoid artrit kimi oynaqda deformasiya, hərəkət problemi, müalicədən sonra oynaqlarda falan problem qalmır. Daha çox uzun zaman problemə səbəb olan iki organ tutulumu var. Bunlardan birincisi beyin tutulumudur. Beyinde istemsiz hareketler, Sydenham xoreyası dediğimiz bir şeyle karşımıza çıxır. Bazen kişi şəxsiyyət bozukluqları ilə də davranış problemləri ilə də qarşımıza gələ bilər xəstələr. Bir de ürəyin tutulumu. Çünkü ürəkdə keskin dönemde miyokardit ürək yetməzliyi, kronik dönemde de qapaqlarda fərqli problemlər şəkildə qarşımıza çıxır. Bu xəstələrdə əhəmiyyətli olan nədir? Zaten boğaz infeksiyaları, tonsillit videomuzda biz nə demişdik? Tonsillit dediğimiz şeyin esprisi A grup streptokoklardır. Yani bunlar revmatizmiye səbəb, yani keskin revmatik qızdırmaya səbəb olabilir. Onun için bu xəstələrdə bir A grup streptokok faringiti ya da deri enfeksiyası, selüliti, erizipal dediğimiz hastalıklardan sonra da bazen karşımıza kızıl dediğimiz hastalık yok da tonsillitten sonra kızıl ya da selülitten sonra da nadir olsa gelebilir karşımıza. Bunlarda spesifik derman mualicesi vermek lazımdı ki şeye geçmesin, adına da bu keskin revmatik kızdırma olmasın diye. Onun için boğazım ağrır, kızdırmam var ama öskürüğüm yoktu. Bu durumda altında beta hemolitik streptokok olabilir. Bunu hekime gidip gerekli analizdə, müayinə ilə müalicə olunması lazımdır. Çünkü eğer bu xəstəliyi keçirirsək, uzun müddət, məsələn, eğer xoreya ilə istemsiz hərəkətlər varsa, bəzən bunlar ömür boyu bir də devam edə bilir. Ya da ürək problemi var, o illərcə antibiyotik, yani ağırlaşmalar oldu, qapaq oldu. Burada uzun illərlə profilaktik almaq məcburiyyətində qalırsa, ya da fərqli problemlərlə qarşımıza çıxa bilir. Oldu doktor, teşekkür ederiz, sağ olun. Hələlik, sağ olun.